Peşə Festdə iştirak eləməklə Ebru sənətini Azərbaycana göstərmək istəyirəm ki, qədim sənət Azərbaycanda hal-hazırda yaşayır və insanlar bundan məşğul olmalıdırlar. Həm terapiya sahəsi kimi, həm də belə dekorativ məhsulların hazırlanmasında Ebru sənətinin çox gözəl nümunələri var. Bu sərgidə iştirak etməkdə məqsədim odur ki, gənclərimizin çoxu özlərinin düşüncəsi olmadan yönəlirlər. Məsələn, heç bir şəkildə maraqları olmadan başqa valideynlərin yönəlməsi ilə başqa universitetləri qazanırlar, sonra da heç xoşbəxt olmadan, yəni bir iş üzrə idarə eləyirlər. Mən çox istəyərdim ki, gənclər özlərinə yaxın olan sənəti seçsinlər. 160 mindən çox gənc Peşə Festə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarlarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə edib. Peşə yönümlü xidmətinin mahiyyəti bizim gənclərimizi, şagirdlərimizi, onların valideynlərini maarifləndirməklə onların gələcək əmək bazarına hazırlamaq, onların gələcəyin peşələri barədə məlumatlılığını artırmaq və bu istiqamətdə onların əmək bazarında mövqe tutmasına dəstək olmaqdan ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin sözlərinə görə bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi 371 min nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 137 min nəfəri münasib işlə təmin edilmiş, 15,7 min nəfəri isə özünə məşğulluq proqramına cəlb olunmuşdur. Bununla yanaşı 13,5 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilmişdir. Nazirlik olaraq gənclərin inkişafına, onların peşə seçilinə və özünün inkişaf prosesinə dəstək göstərilməsi bizim fəaliyyətimizin əsas prioritetlərindəndir. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə isə süni intellektin və 4-cü sənaye inqilabının əmək bazarına təsirinə diqqət çəkdi. Biz 4-cü sənaye inqilabının əstanasındayıq. Bu inqilabın əsas hərəkət verici qüvvələri süni intellekt və avtomatlaşdırmadır. Böyük məlumatlar, big data, ağıllı sistemlər, biz burada robotları da görürük. Bu artıq gələcək deyil, bu bugünümüzdür. Və bu reallıq əmək bazarını köklü şəkildə dəyişir. Peşə Fest 2025 layihəsinə keçən ay Astarada başlanılıb. 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 mindən çox iştirakçı qatılıb. Festivalda 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunub.